Salam əziz müdavimlər, bugün etik davranış qaydaları haqqında, digər hüquqi savadlılıq haqqında video çəkmişdik 44 dəqiqəlik. Bu videoya baxdıqdan sonra onu da izləyə bilərsiniz, like edə bilərsiniz. İndi isə hüquqi savadlılığın son hissəsini, son mövzusunu çəkək. Mənim səhifəmdə əvvəl üzr istəyirəm, etik davranış qaydalarına aid dərs videosu var. Ancaq etik davranış qaydalarının içərisində olan terminlərdə dəyişiklik olduğuna görə mən məcbur qaldım yeni bir dərs videosu sizin üçün qaydedim. İlk öncə etik davranış qaydalarını vurğulayım. Təkcə müəllimlər üçün nəzərdə tutulmur. Yəni pedaqoji prosesin bütün iştirakçıları üçün etik davranış qaydalarına uymaq zəruridir. Pedaqoji prosesin iştirakçıları kimlər idi? Müəllimlər, təhsil verənlər, idarə edicilər, müavinlər, direktorlar, eyni zamanda müəllim köməkçiləri, yəni burada müəllim köməkçilərinə əlavə laborantlar və sair və axır. Yəni məktəbdə pedaqoji fəaliyyətdə olan, pedaqoji fəaliyyətin içində olan, birbaşa tədrisdə olmasa da təhsil müəssisəsində fəaliyyət göstərən hər kəsə aiddir. Etik davranış qaydalarının prinsipləri, habelə onlara əməl edilməsi, etik davranış qaydalarının həyata keçirilməsi və bununla bağlı bütün münasibətləri, belə deyək, təhsil haqqında qanunla nizamlanır. Etik davranış prinsipləri birinci başlayır qanunçuluqla. Əziz müdavimlər, qanunçuluq nədir? Qanunçuluq istəyirdim belə eləyəm, amma eyb yox. Burada işarə eləməli bir şeyimiz yoxdur. Qanunçuluq nədir? Qanunçuluq odur ki, ümumiyyətlə təhsil verən əmək funksiyasını, baxın, burada elmi dildə veribdir. Elmi dildəkini birinci baxaq. Əmək funksiyasının icrası zaman Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanununun tərəfdar çıxdığı müqavilə, beynəlxalq müqavilələr və aktiv normalara uymalıdır. Bu oldu elmi əsası. Bəs bunun bizim başa düşdüyümüz dil. Bizim başa düşdüyümüz dildə Azərbaycan Respublikasının hər bir müəllimi, təhsil işçisi, təhsil verəni, təhsil prosesinin iştirakçısı olan, pedaqoji fəaliyyətdə olan hər bir kəs hərəkət və hərəkətsizliyini qanunla nizamlanmalıdır. Şagird haqqında qiymətləndirmə aparırsa qanunla, işçisi haqqında tədbir görürsə qanunla, işçisinə töhmət, xəbərdarlıq verirsə qanunla. Qanunla dedikdə əlbəttə ki, Azərbaycan Respublikasının Konstitusiyasında bütün maddələr öz qanunu ilə əsaslandırılır. Amma sən şagirdə qiymət verərkən qiymətləndirmə konsepsiyasına uymalısan. Şagirdə verilən biliyin standartlarının dövlət standartlarına uyğun olmalıdır. Dərs kurikulumu tədris planına uyğun qurulmalıdır. Yəni bizim gördüyümüz bütün iş qanuna əsaslanmalıdır. İkinci vicdanlı davranış. Hər bir təhsil verən öz fəaliyyətini keyfiyyətli və səmərəli yerinə yetirməlidir. Və bununla bağlı məsuliyyət daşıyır. Baxın, mən müəlliməm. Bir çox təəssüf edirəm, həmkarlarda bu var. Məktəbdə dərsi tədris edərkən biraz necə deyərlər, dərindən tədris etməyən müəllimlər var. Öyrətmə prosesini tam yerinə yetirməyən müəllimlər var. Dərsi yola verən müəllimlər var. Dərs zamanı öyrədici, biz demişdik, təhsilin prosesinin biz orada əsas hissələri var idi, hansı ki prinsipləri var idi, təhsilin tamlığı nə idi? Öyrədici, tərbiyəçi, inkişaf etdirici olmalı idi. Baxın, əgər biz vicdanlı hərəkət etmiriksə, mövzunu düzgün uşağa standartlara uyğun öyrətmiriksə, mütəmadi onlarla məşğul olmursa, onların psixoloji durumu ilə, biz müəllimiyik, biz ki, onların psixologiyası, müalicə eləyəsi deyilik. Amma hər gün gördüyümüz uşaqda olan inkişafı, geriliyi, irəliləyişi nəzərə almırıqsa, o uşağın gələcəyi üçün, bizim uşaqların gələcəyi bizim əlimizdədir də. Bununla bağlı vicdanlı hərəkət etmiriksə, biz vicdanlı davranışı pozuruq. Sonra loyallıq. Bu loyallığı biraz qarışdırırlar həmişə. Loyallıq nədir? Təhsil verən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələri, dövlət qurumları haqqında onların rəhbərlərin fəaliyyəti ilə bağlı mülahizələrdən, ictimai çıxışlardan qaçınmalıdır. Baxın, burada böyük bir söz var. Təhsil verənin vəzifəsinə aid olmadığı hallarda. Əgər sən iş yerində mobbingə məruz qalırsansa, əgər iş yerində qısnamaya məruz qalırsansa və ya şagirdlərə qarşı kobud rəftar görürsənsə, korrupsiya halına şahidsənsə, rüşvət alıb rüşvət verildiyini və buna görə həmkarların seçildiyini görürsənsə, lazımi orqanlara, lazımi strukturlara xəbər verə bilərsin. Amma bunu sosiallaşdırma, sosial şəbəkələrdə ictimailəşdirmək ilk öncə haqlı ilə haqsız duruma düşməyinə səbəb ola bilər.
Yəni sən durub hər hansı bir direktorun, hər hansı bir kiçik müəssisə rəhbərinin, hər hansı bir təhsil prosesinin iştirakçısının və ya təhsil verənin etik davranışa uymaması, vicdanlı davranışın olmaması, konfidensiallığı qorunmaması, müəllim davranışına, etik norma uymamasına görə cənab naziri günahlandıra bilməzsən. Yəni instansiyaları doğru qiymətləndirməlisən. Çıxışlarını edərkən doğru istiqamətdə olmalısan. Hər hansı bir bizə aid olmayan qərarın müzakirəsi bizə də aid deyil. Belə deyəndə gülməli çıxdı. Məsələn, tutaq ki, hər hansı bir qanun qəbul olunub, bu qanun sənin fikrincə doğru deyil. Söz azadlığı var, sən fikrini deyə bilərsən. Hər bir kəs öz təhsil işçisi, hətta bununla bağlı məktub göndərə bilərsən, telegram çəkə bilərsən, lazım orqana gedib bununla bağlı fikrini irəli sürə bilərsən, iradını buna sən tam azadsan. Amma durub bunu, üzr istəyirəm, bazar formasında, qeyri-etik formada işıqlandırmaq sənin üçün ziyanlı olar, 70-ci sesindən işindən olarsa. Mədəni davranış, təhsil verənlər, təhsil prosesi iştirakçıları davranışlarında nəzakətli, təmkinli olmalıdır, tənqidi fikirləri təmkinlə qəbul etməli, hörmətlə yanaşmalıdırlar. Təhsil verənlərin xarici görkəmi, geyimi, çalışdığı müəssisənin tipinə, daxili nizam intizam qaydalarına uymalıdır. İlk öncə bildirim ki, Azərbaycan məktəbləri, Azərbaycan Respublikasının ümumi təhsil orta məktəbləri, ümumi orta təhsil məktəbləri yer dəyişik danışdım. Daxili nizamnamə ilə idarə olunur. Daxili nizamnamə nədir? Daxili nizamnaməsi olan məktəblərin o zaten formanı hər məktəb özü seçir. Müəllimlərin geyim qaydaları, dərs və tənəffüs saatları və sair vilaxir bunları seçə bilər. Amma hal-hazırda bir çox təhsil müəssisələrində daxili nizamnamə yox, ümumi nizamnamə var. Ümumi nizamnaməyə görə də Azərbaycan Respublikasında müəllimlərin ümumi vahid geyim forması yox idi. Amma son zamanlarda müzakirə olunur ki, vahid geyim forması olsun. Mən bunu dəstəkləyirəm. Həqiqətən dəstəkləyirəm. Amma o boz forma məncə bizə yaraşmayacaq. Ağ-qara forma olsa daha yaxşı olar. İkincisi, hər cür valideynlər, hər cür kollektivlə rastlaşacağıq. Mən 5 məktəbdə, 5-ci məktəbdir ki, müavin işləyirəm. İnanın Allaha, hər getdiyim məktəbdə biraz daha fərqli insanlarla, fərqli xarakterlərlə, fərqli xüsusiyyətlərlə rastlaşıram. Hər dəfə düşünürəm ki, mən hər cür insan tanıdım, amma görürsən yox. Və mən bu yaşımda öyrəndiyim tək şey odur ki, təmkinli olmaq sənin haqlı olmağını %100 təmin edir. Yəni, bəzən elə hadisələr baş verir ki, əziz müdavimlər, siz sadəcə təmkinli olaraq o vəziyyətin içərisindən çıxa bilərsiniz. Orada mən irad və təklifləri deyəndə müdavimlərin bir iki müəllimə, bəs birdən bizə elə bir söz deyərlər ki, bu düzgün olmaz, mən onun qarşısında necə susum. Təbii ki, təhqirlə cavab vermək müəllimə yaraşan hərəkət deyil. Müəllim bütün hallarda nümunə olmalıdır, əziz müdavimlər. Yəni, əgər biz müəllimlik sənətini, müəllimlik peşəsini seçiriksə, onun ağırlığını qəbul edərək seçməliyik. Haqsız dərəcədə müəllimin üstünə yük qoymağın mən də tərəfdar deyiləm. Amma yenə dediyim kimi, müəllim obrazı, müəllim danışığı, müəllim etikasına uymalıyıq. Qərəzsizlik. Qərəzsizlik zaten biraz asandır. Burada prosto bir dənə cümlə var, o cümləni həmişə qarışdırırlar. Loyallıqdan onu qarışdırmaq olmaz. Qərəzsizlik. Təhsil verən vəzifəsini yerinə yetirərkən qərəzli mövqe daşımamalıdır. Cinsindən, etnik məhsubiyyətindən, dilindən, sosial mənşəyindən, dil münasibətindən, əqidəsindən, ictimai-siyasi mənsubiyyətindən asılı olmayaraq təhsil alanlara və təhsil prosesində digər iştirakçılarına bərabər davranmalıdır. Bu nə deməkdir? İstər sənin iş yoldaşın olsun, şagirdin olsun, valideynin olsun, rəhbərin olsun. Biz müsəlman ölkəsində yaşayırıq. O, xristiyan da ola bilər, budist də ola bilər. Azərbaycan millətinə tamamilə aid olmayan, amma Azərbaycan vətəndaşının pasportunu, şəxsiyyət vəsiqəsini daşıya bilər. Varlı və ya kasıb ola bilər. Ailə üzvlərindən biri heç də xoşa gəlməyən bir həyat tərzi keçirmiş ola bilər. Əgər o insan peşə vəzifəsini yerinə yetirərkən heç bir etika, heç bir mədəni, heç bir müəllim nüfuzundan kənara çıxan hərəkət etmirsə, bizim ixtiyarımız yoxdur o insan haqqında meyar olaq. Təəssüf ki, bizim cəmiyyətin yaralı yeridir. Sən məktəb müəssisəsinin daxilində meyarsan, kənar səni maraqlandırmamalıdır, keçmiş gələcək səni maraqlandırmamalıdır, qərəzli mövqedə olmamalısan. Və burada ikinci bir əsas buna diqqət edin. Təhsil verən özünün və maraqlı şəxslərin mənafelərini vəzifə funksiyalarının icrası zamanı ona təsir etməməli, bu təsir etməsinə yol verməməli, buna şərait yaradılmamalıdır. Yəni, əgər sən müəllimsənsə, öz vəzifəni yerinə yetirərkən kimsə sənin işvə qarışmağa, sənin təhsil prosesini, tədris prosesini, qiymətləndirmə prosesini, təlim prosesini idarə etməsi icazə verməməlisən.
və ya başqasının işinə qarışmamalısan. Riyaziyyat müəllimisən. Sənin formativ qiymətləndirmən Azərbaycan dili müəllimi formativ qiymətləndirmən fərqlidir. Ola bilər o sənə məsləhət verir, amma ya o sənin işinə qarışmamalıdır, ya sən onun işinə qarışmamalıdır. Hər kəs öz meyarını qorumalıdır. Və digər vəzifələri yerinə yetirərkən onlara qarşı bu əsasən belə olur ha. İş yoldaşlarında mobbing olur. Düzgün, dürüst işləyən insanlara qarşı həmişə ikrah hissi doğuran hərəkətlər olur. Yəni bu hərəkətlərə yol verməmə. İctimai etimad. Müəllim adın, təhsil müəssisəsi, ümumiyyətcə hər bir müəllim, təhsil verən müəllim, direktor, müavin, pedaqoji proses digər iştirakçıları müəssisənin nüfuzunu möhkəmləndirməlidir. Öz adının şərəf ləyaqətini uca tutmağa borcludur. Yəni sən təhsil müəssisəsində hər hansı bir problem yaşaya bilərsən. Yenə dediyim kimi İraq yaxşı müəllimlərimizdən bunu bazar münasibətlərinə çevirmək lazım deyil. Əgər sənin kifayət qədər narazıçılığın varsa, düşünürsən ki, sənə qarşı qısnama var sənin vəzifənə, sənin müəllim adına, müəllim nüfuzuna, müavin nüfuzuna xələl gətirəcək bir problem var. Lazımi orqanlarımız var da, direktorunla danış. Daha sonra, əgər direktorunla danışanda görürsənsə bu məsələ həll olmur, get sektordan danış. Hansı regionalda sonra regionalla danış. Həll olmur, cənab nazirlə danış. Müraciət et. Təbii ki, nazirlə söhbət eləmək olmur. Məktub yaz. Yəni, ictimai etimad ilk öncə nüfuzunu möhkəmləndirmək, nüfuzunu qorumaq, haqqını, hüququnu qorumaq. İkinci, baxın, öz şərəf və ləyaqətini uca tutmaq, həyat tərzinlə, münasibətlərinlə elə bir davranış sərgiləməlisən, göstərməlisən ki, müəllim adına ləkə olmasın. Məsələn, elə müəllimlər var ki, mənim işlədiyim müəssisələrin birində rastlaşmışdım. Müəllim valideynlərə borclanmışdı. İnanın, valideynlər məktəbə gəlib gedirdi. Bu müəllim nüfuzun aşağı salınmasıdır. Və ya müəllim qeyri-etik formada valideynlə hər hansı bir münasibətdə olur, ailəvi münasibət, dostluq münasibəti və ya nəsə bir münasibət, sonra bu düşmənliyə çevrilir. Yəni, biz limitlərimizi qorumalıyıq. Ora bizim iş yerimizdir. Şagirdlər bizim ən dəyərlilərimizdir. Amma şagirdlərin valideynləri ilə və ya digər münasibətləri elə aşmaq lazım deyil ki, sonra ictimai nüfuzuna xələl gəlməsin. İçki içmək, sigaret çəkmək bu qadınlar üçün də, kişi müəllimlər üçün də ictimai yerlərdən qaçınmalıyıq. Müəllim nüfuzuna yaraşmayan hərəkətlərdən qaçınmalıyıq. Sonra burada belə bir şey də var. Təhsil verən çalışdığı müəssisənin və onun rəhbərliyinin fəaliyyəti barədə media subyektlərinin qanunvericiliklə müəyyən edilmədiyi hallarda və ya qaydada doğru-dürüst məlumat almasına kömək göstərmək. Qulaq asın. Tutaq ki, sizin məktəbinizdə hər hansı bir korrupsiya hal var. Və sizin məktəbinizdə hər hansı bir qanunsuz hərəkət olub. Həqiqətən bu olubsa, dəlilli sübutlu, ictimaiyyətə bu məlumsa, sən media ilə bağlı çıxış eləyə bilərsən. Amma durub hər hansı bir jurnalistə, var bu bəzi dırnaqarası müəllim adına yaraşmayanlara, rəhbəri ilə sözləri düz gəlməyəndə şər böhtan xarakterli belə hərəkətlər edirlər. Əslində işini bilən direktor olsa ona 70-in C-si verər və bax, iminli 2.6.3 maddəsi, baxın, 2.6.3 maddəsi təhsil verən, çalışdığı müəssisənin, onun rəhbərliyinin fəaliyyəti barədə mediaya lazımsız, əsassız məlumat ötürə bilməz. Əsas varsa təbii ki, bu aydınlaşır. Və ən sonuncu, əvvəlki illərdə əziz müdavinlər, bunun adı konfidensialıq keçirdi bu maddənin adı. İndi isə keçir. İnsan hüquq və azadlıqlarının, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət. Baxın, mən bunun sizə belə başa salacağım. Hər hansı bizə bir məlumat gələ bilər. İş yoldaşımız haqqında, valideyn haqqında və ya şagird haqqında. Tutaq ki, hər hansı bir həmkarımız bizə ürək qızdırır, hər hansı sözü ilə bağlı bizə bir məlumat verir. Amma sabah bizim onunla bir işimiz tərs gələcək, başlayırıq onun haqqında qeyri-etik ifadələr. Onun bizə danışdığı, tutaq ki, deyir ki, məsəl üçün ailəmdə belə bir problem var, belə bir borcum var. Və ya şagird valideyn gəlirdi ki, məsəl üçün, mən yoldaşımla ayrılıram, uşaq bununla bağlı travma alır. Gəlir müəllim kimi səndən dərdləşir və sən hər hansı bir ən kiçik anda başlayırsan onun bazar münasibətlərinə çevirməyə. Baxın, 2.7.1, 2.7.2, 2.7.3 maddələri ilə mən müəssisə rəhbəri olsam, cəzalandırardım. Əsasən də şagirdlər barədə. Bilirsiniz, 21-ci əsrdə biraz şagirdlərin müəyyən problemlər yaşayırıq, geyimləri, davranışları. Mən bunu açıq şəkildə ifadə etmək istəmirəm, düzgün deyil.
bu problemlərlə bağlı valideynlər bizlə danışır. Və görün, bəzi müəllimlər nə edir? Valideynin buna danışır. Ta ki, mən uşağımı bu problemi ilə bağlı aparıram həkimə və ya filan bəs məkan. Valideyn danışır, gedir, sabah sən gedirsən mənim ortağımda filan kəsi uşağı müzakirəyə qoyursan və rəhbəri müzakirə və ya iş yoldaşı müzakirəyə qoyursan. Və sənin müzakirə edin məsələ həmin şəxsi işgüzar nüfuzunu ləkələyir, karyerasını ləkələyir, gələcəyini ləkələyir. Maddədir, əziz müdavimlər. Sonra burada təhsil verənin xidməti davranışı və təhsil verənin xidməti davranışı kim tərəfindən müəyyən olunur? Xidməti davranış nədir? Xidməti davranış hər hansı bir müəssisədə çalışarkən qanunla sənin üzərində olan vəzifələrdir. Xidməti davranışı zaten sənin vəzifə bölgünü məktəbdə verirlər. Təşkilatçının vəzifə bölgüsü budur. Tədris, təlim, tərbiyə üzrə direktor müavinin vəzifə bölgüsü budur. Direktorun, psixoloqun, UBR-in və s. və laxır. Vəzifə bölgüsünə verilən hər bir maddəyə biz uymaq məcburiyyətdir. Bəli, bəzən kənara çıxmalar ola bilər, hansı vəzifə öhdəliyi çətin olar, öhdəsindən gələ bilmərik, kömək istəyə, bu başqa məsələ. Amma hər bir təhsil işçisi vaxtında işinə gəlməlidir, vaxtında işinə getməlidir. Təhsil prosesi zamanı müəllim, müavin, direktor kim olursan ol, üzərinə düşən bütün öhdəlikləri lazımi şəkildə, lazımi formada, lazımi yerdə səlahiyyətlərini yerinə yetirməlidir. Müəssisə rəhbərinin, bax, diqqətlə baxın, təhsil verən birbaşa və yuxarı rəhbərin qanunvericiliyə uyğun olan səlahiyyətləri daxilində qəbul etdiyi əmir və tapşırıqları yerinə yetirməyə məcburdur. Diqqət edin, qanunla. İşləyəndə də həmişə buna diqqət edin. Nizamlı, intizamlı olmalıdır. Davranışına, danışığına, geyiminə diqqət etməlidir. İnsanlarla münasibətlərinə diqqət etməlidir. Təhsil verən daim inkişaf etməlidir. Özünü təkmilləşdirməli, müəyyən kurslara getməli, yeni işləri qəbul etməlidir. Bilirsiniz niyə qəbul etməlidir, əziz müdavimlər? Müəllim cəmiyyətin onurğa sütunudur. Müəllim təhsildə olan yenilikləri, cəmiyyətdə baş verən dəyişiklikləri mənimsəməlidir. Mən başa düşürəm, biz də insanıq, bizim də qayğılarımız, hər bir şeyimiz var. Amma heç olmasa gündə yarım saat, 1 saat, 20 dəqiqə ayırıb yeni bir kitab oxumaq, yeni bir bilik əldə etmək bizim borcumuzdur. Çünki biz vətəndaş yetişdiririk, biz xalq yetişdiririk. Ondan sonra burada korrupsiya qarşı mübarizə haqqında Azərbaycan qanunlarının nəzərə tutulmuş limit var da, ondan yuxarı məbləğdə hədiyyələrin qəbul edilməməlidir. Yəni, sənə bir gül verirsə şagird, bu korrupsiya deyil. Sənə bir 10 manatlıq ətir verirsə, bu korrupsiya. Amma durub sənə 600 manatlıq Tom Ford alırsa, bu korrupsiyadır. Durub sənə konvertdə 200 manat verirsə, bu korrupsiyadır. Və heç bir halda bunu təşviq etmək olmaz. Xidmətdən kənar davranışlarına görə əmək qanunvericiliyinə və əmək müqaviləsi şərtlərinə görə maddələrlə cəzalana bilərsiniz. İlk öncə sizə şifahi xəbərdarlıq verilir, sonra yazılı xəbərdarlıq, sonra töhmət, sonra şiddətli töhmət. Əgər sizə şifahi xəbərdarlıq vermədən şiddətli töhmət verilirsə, yazılı xəbərdarlıq vermədən şiddətli töhmət verilirsə, töhmət verilmədən şiddətli töhmət verilirsə, gedirsiniz Azərbaycan Respublikasının məhkəməsinə müraciət edirsiniz, sizin haqqınızda verilən qərarı geri götürə bilərsiniz. Bu da məndən sizə bir tövsiyə. Bu dərsimiz bu qədər. Bununla da hüquqi savadlılıq dərsini bitirdik, mövzusunu bitirdik. Yəni, birinci fəsli yekunlamış oldu. Birinci fəslin testlərində izahlarını Allahın izni ilə səhifəmizə yükləyəcəm. Hər birinizə uğurlar arzu edirəm. Dərs videolarını gəlmək istəyirsə, izlədikdən sonra like edin və hansı dərs videolarını başa düşmədi, sizə nə maraqlıdır, rəylərdə bildirə bilərsiniz.